ailə münasibətlərindən irəli gələn işlərdə ilkin mediasiya sessiyasından iştirak etmək məcburidir. Yəni tərəflər yalnız bundan sonra məhkəməyə müraciət eləyə bilərlər. Təbii ki, bir də o qeyd elədiyimiz kimi, əgər tərəflərin birgə nikahdan ümumi uşaqları olmadığı halda qeyd elədik ki, hər ikisinin ərizəsi ilə qeydiyyat orqanında işə belə deyək, belə nə deyim, nikaha xitam verilə bilər. Bunda tərəf sübut eləməlidir ki, digər tərəf ya ümumiyyətlə gəlib ərizə vermir, yaxud da ərizə verməkdən yayınır. O hallarda məhkəmə buna baxmalıdır. Yəni tərəflərin əgər birgə nikahdan uşaqları yoxdursa, onda tərəf ilk əvvəl qeydiyyat orqanına müraciət eləməlidir ki, mən nikahıma xitam vermək istəyirəm və qeydiyyat orqanı orada bir imtina yazır ki, bu mümkün deyil. Çünki qarşı tərəf gəlib burada ərizə vermir və bu əsasla ona izah edir ki, bununla bağlı məhkəmədə iddia qaldırmalıdır.